Bəni Üməyyənin Peyğəmbər ailəsi ilə mübarizəsi, onların müharibəsi, onların yola getməməsinin bir zahiri səbəbi var, bir də batini səbəbi var. Zahiri səbəb məlum məsələdir, görünənlərdir ki, tarixə düşənlərdir. Amma əslində içəridə olan bir məqsəd var. Onlar Peyğəmbər ailəsi ilə nəinki dünya malı üzərində, onların məqsədi Əhl-i Beyt əleyhissalamın Peyğəmbər ailəsini aradan aparmaqdır. Bəni Üməyyədən məqsəd Yezid ibn Muaviyə və onun atası və babası və həmin nəsil. Peyğəmbər ailəsi ilə və bütün imamlarla demək olar ki, öz yaşadığı dövrlərdə, xilafəti dövründə mübarizə aparırlar. Onlardan da biri İmam Hüseyn əleyhissalamdır. Batini məqsədlərinin bəzən onların rəftarlarında, onların mübarizələrində, onların həyat tərzində aşkara çıxmasıdır. Məsələn, Yezid ibn Muaviyyənin məclisdə şeir deməsi, öz babasının vəsiyyətini və yaxud babasının ki, dünyasını dəyişmişdir, babasından şeir deməklə, bu işi görməklə fəxr eləməsi, şeirin məzmununda danışması və sair məsələlər. Onlardan da biri, ən mühümü budur ki, Həzrət Peyğəmbər sallallahu aleyhi buyurub ki, inni tarikum fikumus səqələyn kitabəllah və itrəti əhl-i beyti. Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. O əmanətlərdən möhkəm yapışın. Hər kim möhkəm yapışsa, axirətdə, cənnətdə Kovsər hovuzunun yanında gəlib mənə qovuşa bilər. O iki ağır əmanətlər nədir? Biri Allahın kitabı, Quran-ı Kərim, digəri isə mənim itrətim olan Əhl-i Beytimdir ki, onlardan möhkəm yapışın. Həzrət Peyğəmbər bu iki əmanəti möhkəm olaraq tapşırıb. Əbu Süfyan Muaviyyənin dövründə ki, Siffin müharibəsində məğlubiyyət məqamına çatanda Muaviyyə orada bir hiylə işlətdilər. Hiləsi də buydu ki, nizələrin üzərinə Quran vərəqlərini taxdılar ki, yəni biz haqqıq və bunu ilə öz canlarını xilas elədilər. Siffin müharibəsi orada da tamamlandı ki, bu təfərrüatı geniş bir məsələdir ki, bunu ilə kifayətlənirik. Deməli, Allahın kitabını nizələrə taxdılar. Nizələrin ucunda Allahın kitabına hörmətsizlik elədilər. Amma illər keçdi üstündən, Kərbəla faciəsi, hadisəsi, vaqiəsi baş verəndən sonra ki, orada da şəhidlərin başlarını bədənlərindən ayırdılar və İmam Hüseyn əleyhissalamın, Peyğəmbərin nəvəsi olan İmam Hüseyn əleyhissalamın mübarək başında biri də oydu, nizənin üzərinə taxdılar. Deməli, atanın yolunu övladla davam elədi. Ata Allahın kitabı ilə mübarizə apardısa, nizələrə taxdısa Allahın kitabını, oğul Yezid də İmam Hüseyn əleyhissalam, yəni Peyğəmbərin Əhl-i Beytini nizələrin başlarını nizələrin üzərinə taxdı. Deməli, onların məqsədi elə bu rəftarlarında da özünü göstərir ki, onlar əslində Allahın özü ilə, yəni Allahın kitabı ilə və Peyğəmbər ailəsi ilə, Peyğəmbərin özü ilə mübarizə aparırlar. Onların əslində batini məqsədləri buydu ki, din, İslam, həqiqət aradan getsin.